Daxili İşlər Nazirliyi Kiber Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə, KMBİ, sosial şəbəkələrdə müxtəlif şəxslərin profillərinin oxşarını yaradaraq, onların dostluğunda olan vətəndaşlara banklar adından həqiqətə uyğun olmayan informasiyalar göndərilməsi və bu yolla çoxsaylı onlayn dələduzluqlar edilməsi barədə məlumatlar daxil olub. Oxu24.com xəbər verir ki, həyata keçirilən əməliyyat texniki tədbirlərlə qeyd edilən qanunsuz əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 23 yaşlı Zaur Teymurxanov Kiber polis tərəfindən saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Z. Teymurxanov sosial şəbəkələrdə istifadəçilərin profil şəkillərini əldə edərək, onların adlarına oxşar saxta hesablar yaradıb. Daha sonra həmin şəxslərin dost siyahısında olan istifadəçilərə yazaraq, güya bank kampaniyalarının keçirildiyi, yüksək məbləğdə pul mükafatı qazanmaq imkanı olduğu və kampaniyanın başa çatmasına az vaxt qaldığı barədə mesajlar göndərməklə onların kart məlumatlarını əldə edib. Zərər çəkən şəxslər məlumatları və telefonlarına göndərilmiş OTP təhlükəsizlik kodlarını təqdim etdikdən sonra kartlardakı vəsait Z. Teymurxanov tərəfindən ələ keçirilib. O, sonradan şəxsiyyətini gizlətmək üçün taladığı pulları xarici onlayn alış-veriş resursları və elektron platformalara yönləndirib. Araşdırmalarla Z. Teymurxanovun 150-yə yaxın vətəndaşa maddi ziyan vurduğu məlum olub. Faktla bağlı baş idarədə cinayət işi başlanılıb, Z. Teymurxanov istintaqa cəlb olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Vətəndaşlara bir daha müraciət edərək bildiririk ki, bank əməkdaşları və ya digər qurumlar tərəfindən heç bir halda kart məlumatları, PIN, OTP və bu kimi digər təhlükəsizlik kodları tələb edilmir. Belə müraciətlərlə qarşılaşan şəxslərə dərhal əlaqəni dayandırmaq, mesajları cavabsız saxlamaq və polisə məlumat vermək tövsiyə olunur.